Salamlar hər kəsə, hər birinizi xoş gördüm. Mən Həsənova Nərmin. Bugün sizlərlə Face Akademinin 1234 toplusundan olan ən çox çaşdırılan suallardan birinin daha izahını vermiş olacağım. 390-cı Face Akademinin 1234 toplusundan olan bu sualda 90% müdavim demək olar ki, çaşdığı bir tipdir. Demirəm ən çətin tipdir, yəni çətin bir tip deyil, sadəcə çaşdırıcı bir sualdır. Hansı sözün yazılışı düzgün, tələffüzü səhv verilmişdir? Bax, bu tiplərdə bir dənə kiçik işarə çox böyük rol oynayır. İmtahanda mütləq buna diqqət edin. Ümumiyyətlə fikir verin ilk öncə. Deyir, yazılışı düzgün olsun, tələffüzü yanlış olsun. Yəni, sən burada fikir ver ki, birinci yazılışı səhv olanı elə çıx. Məsələn, D getdi. Gərək bunun yazılışı da düz olaydı. Elə bunun yazılışı səhv. Çünki bu sözün yazılışında Y samiti yoxdur. Ona görə ən başdan D-nı çıxdım. Gəlin sonra baxaq digərlərinə. Digərlərinə fikir versən, səadət sözünün yazılışı və tələffüzündə də bir səhv yoxdur. Yazılışı da düzdür, tələffüzü də. Müavin sözünün yazılışı da düzdür, tələffüzü də düzdür. Xala oğlu sözü, xala oğlu yazılır, xala oğlu deyilir. Bir dənə sait burada düşməyi də doğrudur. Yəni, bunun da yazılışı da doğrudur, tələffüzü də doğrudur. Y də buna görə olmur. Cavabımız olur A variantı. Hətta təsəvvür edin, müdavimlərimizin ən çox çaşdığı hissələrdən olan, yəni nə qədər çaşdırıcı sualları normalda düzgün yazan müdavimlərimiz belə atır ki, axı aktual yazılır, aktual da tələffüz olunur. Bu aktual sözündə aktual olmur. Biz də razıyıq. Aktual sözü T, D-yə keçmir. Bununla razıyıq. Amma burada K yazılıb. Bax, sən fikir versən, səsdə aktual səsi yazılıb burada. Artıq bunun üstündə bir dənə ştrix olmalı idi mütləq. Bizim tələffüzümüz aktual sözündə aktual, yəni K səsini verməli idi. Məhz bu bir dənə incə detala görə, bir dənə bu məqama görə burada bizim o ştrixi qoymasaq aktual səslənəcək və bu da yanlış olacaq. Mütləq şəkildə burada aktual səsini verməli idi. Məhz bir dənə bu kiçik detalları gözdən qaçırmamaq üçün çalışın həmişə diqqətli olun və çalışın həmişə bizi izləmədə qalın. Elə bu linkin altından da kanalımızın ödənişsiz bizim Azərbaycan dili üzrə olan kanalın izahı paylaşılıbdır. Oradan da izaha baxan zaman keçid eləyin kanala. Kanalda tez-tez bu tipli sualları görərək diqqətinizi artıra bilərsiniz. Sağ olun, sağlıqla qalın. 1234 toplusunu da əldə etmək istəyənlər 077 314 06 nömrəsi ilə əlaqə saxlaya bilərlər. Bu nömrədən əlaqə saxlayaraq kitabı sifariş edə bilərlər. Kitabın içi bu və bundan da daha düşündürücü, maraqlı suallarla zəngindir.